New York'un ən dəbdəbəli otellərindən biri, Waldorf Astoria. Gözəl bir axşam yeməyi. Masada hündür boy, zərif geyimli bir adam oturub və qulluqçu ona onsuz da parıldayan gümüş qabları gətirir. Yanında da bir topa təmiz, ağappaq salfet. Bəli, və bu adam bir-bir o salfetləri götürüb, hər çəngəli, hər bıçağı təkrar-təkrar silməyə başlayır. 1, 2. 3, düz 18 salfet istifadə edənə qədər. Məhz elə. Bu adam adi biri deyildi. O, dünyanı dəyişdirən Nikola Tesla'ydı. Bugün sizinlə birlikdə məhz bu mürəkkəb dahi haqqında danışacağıq. Bələdçimiz isə Margaret Chen'in Tesla, Anlaşılmamış Dahi adlı bioqrafiyası olacaq. Məqsədimiz də miflərin arxasındakı əsl insanı, onun zehni fırtınalarını, Edison'la olan o məşhur rəqabətini anlamaqdır. Yaxşı, o zaman başlayaq. Bu dahi adamın beynində həqiqətən nə baş verirdi? Baxın, bu otel səhnəsi var, ha? Bu əslində Tesla'nın bütün ziddiyyətlərini bir anın içində göstərir. Necə yəni? Yəni, o bir tərəfdən cəmiyyətin ən yüksək təbəqələrində idi, Mark Twain kimi insanlarla dostluq edirdi, çox zərif bir centilmen idi. Aha. Amma pərdə arxasında onun daxili dünyası inanılmaz dərəcədə xaotik idi. Məcburi davranışlar, fobiyalar. Kitabda da deyildiyi kimi o tək işləməyi sevən müzmin bir subay idi. Bu qəribəliklər, yəni sadəcə xırda vərdişlər deyildi, deyiləmi? Sanki bütün həyatını idarə edirdi. Qətiyyən, bu adi bir qəribəlik deyildi. Onun beyninin tamamilə fərqli bir tezlikdə işlədiyinin göstəricisi idi. Məsələn, hər şeyin 3-ə bölünməsinə olan o məşhur vəsvəsəsi. O 18 salfet kimi. Düzdür. Otel otağının nömrəsi 3-ə bölünməli idi. Bir binanın ətrafında mütləq 3 dəfə dövrə vurmalı idi. İnanılmazdı. Üstəlik patoloji dərəcədə mikrob qorxusu vardı. Heç kimdən əl sıxmırdı, insanların saçına toxunmaqdan ikrah edir, mirvari sırğalara isə səbəbini heç vaxt bilmədiyi güclü bir nifrət bəsləyirdi. Və bir də onun o həssaslıq məsələsi var. Bu, yəni bizim bildiyimiz həssaslıq deyildi. Bu, demək olar ki, fövqətəbii bir şeydi. Bəli, Budapeştdə yaşadığı dövr buna ən yaxşı sübutdur. Kitabda yazılır ki, o bir neçə otaq o tərəfdəki cib saatının tıqqıltısını sanki beyninə çəkic zərbəsi kimi hiss edirmiş. Bu ki, əzabdır. Tamamilə. Otaqda vızıldayan bir milçəyin səsi ona fiziki ağrı verirdi. Təsəvvür edin, 50 kilometr uzaqdan keçən qatarın titrəyişi bütün bədənini sarsıdırdı. Yaxşı, belə bir sual yaranır. Beyni xarici dünyadan gələn siqnallarla bu qədər yüklənmiş bir adam necə olur ki, dəyişən cəryan motoru kimi mürəkkəb bir şeyi dizayn etməyə fokuslana bilirdi? Məsələ, Tesla'nın ixtira prosesi onun özü qədər unikal idi. Yəni? Onun bənzərsiz bir vizuallaşdırma, yəni təsəvvür etmə qabiliyyəti vardı. O, heç bir cizgi çəkmədən, heç bir hesablama aparmadan ən mürəkkəb qurğuları tamamilə beynində qururdu. Bir dəqiqə, yəni prototip belə olmadan? Heç bir prototip olmadan. Sadəcə qurmurdu, həm də onları beynində işə salır, sınaqdan keçirir, təkmilləşdirirdi. Özü deyirdi ki, mənim üçün bir turbini zehnimdə işə salmaqla emalatxanada yoxlamaq arasında fərq yoxdur. Bu ki, Edison'un fəlsəfəsinin tam əksidir. Dahilik 1% ilham, 99% tərdir. Düzdür, Edison lampa üçün minlərlə materialı yoxluyurdu. Samanlıqda iynə axtarmaq kimi bir şey. Tesla isə sanki o 99% ilhamla işləyirdi. Yalnız son, mükəmməl versiyanı yaratmaq üçün o 1%lik təri tökürdü. Bu, o iki dahi arasındakı fundamental fərq idi və bu zehni gücün ən gözəl anı dəyişən cəryan motoru ideyasının yarandığı andır. Bu da 5-dəki parkda. Bəli, dostuyla gəzərkən gün batımını seyr edir və Goethe'nin Faustundan şeirlər oxuyurmuş və birdən ideya onun beynində bir şimşək kimi çaxır. O an əlinə bir çubuq alıb fırlanan maqnit sahəsinin diaqramını tozun üstünə çəkir. Bütün müasir elektrik şəbəkəsinin təməli bir parkda tozun üzərində cızılır. Məhz elə. Və bu inqilabi ideya onu Amerikaya, birbaşa Thomas Edison'un yanına gətirir. Amma bu görüş deyəsən heç də gözlədiyi kimi olmur. Yox, əksinə tarixin ən böyük texnoloji müharibələrindən birinə səbəb olur. O məşhur $50.000 hadisə ilə başlayır hər şey, eləmi?
Bəli, Edison Tesla'ya deyir ki, əgər onun səmərəsiz sabit cərəyan, yəni DC dinamolarını təkmilləşdirsə, ona $50.000 verəcək. Bu, o dövr üçün çox böyük pul idi. Və Tesla bunu bacarır. Aylarla gecə-gündüz çalışıb, bacarır. Sistemi o qədər təkmilləşdirir ki, şirkət üçün böyük bir nailiyyət olur. Nəhayət, pulunu istəməyə gedəndə Edison ona gülərək deyir, Tesla, siz biz Amerikalıların zarafat anlayışını qavramırsınız. məhz bu sözləri və pulu vermir. Tesla da heç nə demədən otaqdan çıxıb istefa verir. Bu sadəcə pul mübahisəsi değildi. Bu, iki fərqli dünya görüşünün toqquşmasıydı. Və cəryanlar müharibəsinin ilk atəşi açılır. Bir yanda Edisonun bütün sərmayəsi olan DC sistemi. Digər yanda isə Tesla'nın uzaq məsafələrə enerjini minimal itki ilə ötürə bilən AC sistemi. Edison dərhal başa düşür ki, bu yeni texnologiya onun bütün imperiyasını məhv edə bilər. Və çox amansız bir qaralama kampaniyasına başlayır. Bəli, Edison AC cəryanının ölümcül dərəcədə təhlükəli olduğunu sübut etmək üçün ictimai nümayişlər təşkil edirdi. Mənbədə yazılır ki, o, pişikləri, itləri, hətta insanların gözü qarşısında bir atı dəyişən cərəyanla öldürürdü. Bu dəhşətdir. Yəni, rəqabət başqa şeydir. Amma bu, Bu sırf rəqabət değildi, bu rəqibi məhv etmək idi. Onun ən çirkin həmləsi isə New York ştatının yeni edam üsulu olan elektrik stulunun rəqibi Westinghouse'un AC sistemi ilə işləməsi üçün lobbiçilik etməsi oldu. yəni məqsəd AC adını insanların beynində edamla eyniləşdirməkdir. Tamamilə. Hətta bu edam növünə Westinghouse'laşdırmaq adını verməyə çalışırdı. Lakin sonda bütün bu çirkin kampaniyalara baxmayaraq, daha üstün olan texnologiya qalib gəldi. Bəli, qələbə anı isə 1893-cü il Chicago Dünya Sərgisi oldu. Tesla'nın patentlərindən istifadə edən Westinghouse şirkəti sərgini işıqlandırmaq üçün müqaviləni qazandı. Və bütün dünya gördü ki, Bütün dünya gördü ki, gələcək dəyişən cərəyanındır. Prezident bir düyməyə bastı və 100 minlərlə lampa eyni anda yanaraq ətrafı gündüz kimi işıqlandırdı. Bu, AC sisteminin təkzib edilməz zəfəri idi. bu qələbədən sonra Tesla New Yorkda bir növ rock ulduzuna çevrilir. Laboratoriyası isə şəhərin elitası üçün bir ziyarətgaha dönür. Amma o, orada sadəcə elmi təcrübələr yox, əsl şovlar təşkil edirdi. Bəli, əsl sehirbaz şovları. Mənbədə bu şovlar çox detallı təsvir edilir. Təsəvvür edin, Tesla bir barmaq şaqqıltısı ilə əlində qırmızı bir alov topu yaradır, onu çılpaq əlləri ilə tutur, amma yanmır. İnanılmazdı. Sonra öz bədənindən 2 milyon voltluq cərəyan keçirir və bütün bədəni işıq saçan bir haloya bürünür. Saçları biz-biz durur, amma özünə heç nə olmur. Mark Twain'in o məşhur titrəmə platformasındakı hekayəsi də var. Gülür. Bəli, deyəsən platformanın işlədici təsiri olub. Amma bu əyləncəli hekayələrdə əsas məqamı unutmamalıyıq. Nədir o məqam? Bu sehirli trukların heç biri sadəcə şovu değildi. Hər biri inqilabi bir prinsipin nümayişi idi. Necə yəni? Yəni o alov topları simsiz işıqlandırmanın təməli idi. Bədənindən keçirdiyi cərəyan yüksək tezlikli cərəyanların təhlükəsizliyinin sübutuydu. O, hətta ilk məsafədən idarə olunan robot qayığı nümayiş etdirmişdi. Tamaşaçılar da yəqin elə bilirdi ki, bu telepatiyadır. Düzdür, amma Tesla əslində radio idarə etmənin əsasını qoyurdu. O, gələcəyi hər kəsin gözü qarşısında səhnələşdirirdi. Amma bu parlaq dövrün arxasında deyəsən fırtına buludları toplanırdı. Bəli, söhbət Westinghouse şirkətinin üzləşdiyi maliyyə böhranından gedir. Cərəyanlar müharibəsi şirkəti iflas həddinə çatdırmışdı. Və burada Tesla yenə də öz xarakterinin fərqli bir tərəfini göstərir. Çox təsirli bir hadisədir. George Westinghouse Tesla'nın yanına gəlir və deyir ki, bankerlər şirkəti xilas etmək üçün ondan bir şərt tələb edirlər. Tesla'nın patentlər üzrə qonorar müqaviləsindən imtina etməlidir. Bu müqavilə ki, ona gələcəkdə milyonlar qazandıra bilərdi. O dövrün pulu ilə təxminən 12 milyon dollar. Bu, onu dünyanın ən varlı adamlarından birinə çevirə bilərdi. Və o nə edir? O, Westinghouse'un üzünə baxır və deyir, Cənab Westinghouse, siz çətin vaxtda mənə inandınız. İndi mən sizi bu çətinlikdə tək qoya bilmərəm. Və o anda o müqaviləni götürüb cırır. Bütün sərvətini. Bütün sərvətini dəyişən cərəyanın gələcəyi üçün qurban verir,
asi sistemini xilas edir, amma özünü ömürlük maliyyə çətinliyinə məhkum edir. Və talihin ironiyasıdır ki, bu böyük fədakarlıqdan cəmi bir neçə il sonra 1895-ci ildə həyatının ən böyük zərbəsini alır. Bəli, onun laboratoriyası yanır, tamamilə yanıb kül olur. Bu sadəcə bir binanın yanması değildi, elə deyilmi? Yox, qətiyyən, bu bir dahinin beyninin fiziki təcəssümünün məhvi idi. Bütün avadanlıqları, illərlə apardığı təcrübələrin qeydləri, radio, simsiz enerji üzərindəki bütün işləri. Hər şey məhv olur. Hər şey bir gecədə ərimiş metal qırıntıları yığınına çevrilir. New York Sun qəzetinin yazdığı kimi, bu təkcə Tesla'nın deyil, bütün dünyanın bir bədbəxtliyidir. Bu hadisə onun karyerasında bir qırılma nöqtəsi oldu deyə bilərik. Düşünürəm ki, bəli. O heç vaxt tam olaraq əvvəlki tempinə qayıda bilmədi. Ondan sonraki Tesla daha tənha, daha çox öz dünyasına qapanmış bir Tesla idi. Beləliklə, qarşımızda çox mürəkkəb bir portret yaranır. Bəşəriyyətə bütün elektrik dövrünü bəxş edən, lakin ən böyük xəyalı, yəni dünyaya pulsuz, simsiz enerji ötürmə xəyalı yarımçıq qalan bir vizyoner. Onun həyatındakı ən böyük paradoks da budur. O, radionun, robototexnikanın, radarların təməlini qoydu, amma həyatının son illərini borc içində, tənha vəziyyətdə bir otel otağında keçirdi. Dünyaya bu qədər çox şey verən bir insanın qarşılığında bu qədər az şey alması, həqiqətən də üzərində düşünməyə dəyər. Tamamilə. Bugün sizinlə bu dərin mövzunu müzakirə etdik, amma sizi düşünməyə vadar edəcək son bir fikirlə bitirmək istəyirəm. Mənbədə Tesla'nın bəlkə də ən qeyri-adi ideyasından bəhs edilir. Hansı ideyasından? O inanırdı ki, bir gün insan beynindəki zihni bir təsviri, bir xəyalı, bir ideyanı birbaşa bir ekrana proyeksiya etmək mümkün olacaq. Yəni, düşündüklərini göstərmək. Bəli. Təsəvvür edirsiniz, düşündüyünüz hər hansı bir şeyi, heç bir sözə ehtiyac duymadan, olduğu kimi başqa bir insana göstərə bilmək. Tesla bunun gələcəyin reallığı olduğuna inanırdı. Görəsən, elə bir dünya necə bir yer olardı?